Dostlar bu günləri çoxu türk youtuberlarına özellikle də bir dənə türk youtuberunun elədiyi skemi sizlərlə danışacağım. Yəni dostlar, kanalın adı Swexy Roblox'u yazarsanız çıxar. Məsələn baxın, o deyir ki Məsələn bax, yayında deyir ki bax bir dənə qaramaya 10k Robux verirəm. Baxın, spamlayıram dostlar. Baxın. Deyir ki, bax bu qaramaya, özdə bax bu radioaktiv effektlidir, özdə o qədər nadir effektləri var. Buna 4 milyon Robux. Sizcə belə bir şey gerçəkdir, yoxsa? Həm də ki, baxın, bir də buna ya öz oyunundan ya da başqa bir dənə proqramdan sizə Robux satır. Yəni artıq siz düşünün dostlar. Öz proqramından niyə atır? Please Donate'dən ya da başqa bir dənə şeydən niyə atmır? Özdə amma 17 milyon Robux'u var. O qədər Robux'u alınca get o nə deyirlər? Get 5 dolara Robux plus at, adamlara o Robux alma yerindən Robux sat. Yəni deyirəm ki dostlar, belə dolandırıcılara inanmayın. Məsələn baxın, Ginger Garata deyir ki 7 milyar Robux. İnanarsınız dostlar? Hepsi də yox. Çünki 7 milyar Robux Semdə də yoxdur dostlar. İndi isə gəlin bunları necə bacarır onlara keçək. Baxın dostlar. Birinci adam həmin adamın Roblox adını görür. Gerçək adam ona peti verir. Sonra isə adam arxada tez eyni hesabdan bir dənə daha oluşturur. Və nə edir sizcə? Baxın, eyni profilə qədər eləyir. Sonra da dostlar gəlir yazır ki, güvenilir. Yəni dostlar görürsünüz. Sonra gəlir çəkir ki, bunu niyə öz şeyindən öz oyunundan atır. Sonra bəli dostlar, eşitmədiniz. Öz oyunundan atır. Hər də deyir ki, please donate, Allah'ın olsun mən 1000 Robux satıramsa 600 Robux verir. Onsuz da verər də. Çünki please donate'in anlamı budur. Amma sən o Robux satırsan ha, ondan sonra sən də rahatda olmalısan. Sən rahatda olmalısan ki, mən bunu Robux'u attım fiso. Normalda hamı belə eləyir. Yəni getməməsi də səni maraqlandırmır. Yəni buradan da anlayırsınız ki, bu adam sıçımdır dostlar. Sonra niyə öz oyununu buraxdı? Onu da deyirəm. Çünki dostlar getdi bir dənə mən adam tanıyıram, dostumdur. Biraz hacklə bağlı işlər görür dostlar. Ona dedim getsin hackləsin. Sonra da bu gəlib bu yetməmiş kimi uygulama açır. Yəni buradan da gördüyünüz kimi adam yalandan Robux satır və o uygulamadan da istədiyi qədər özünə Robux verə bilir dostlar. Hətta bir dəfə də ondan nə qədər soruşdum ki, öz bax belə Robux alma yerinə öz Robux'u göstər. Amma deyir ki, bax mən öz oyunundan göstərirəm də niyə Robux alma yerindən göstəreyim? Yəni gördüyünüz kimi dostlar, bu adam yalancıdır. Bu arada dostlar, adam ta birinci yayınından Rainbow Cerberus aldı. İkinci yılda dostlar bir Cyber Dragon aldı. Özü bir yer efektli. Neyse sonra videomuz bura kadar idi. Bu skemdən danışdıq videomuzda və belə çox tuş skemerlər var. Onları da sonraki videolarımızda deyərəm. Yəni siz də görsəniz bu adamlara inanmayın. O zaman da sonra bu videomuz bu kadar. Like atın və abunə olun. Bye bye.